Bismillah, velhamdülillah, ve salatu ve selamu ala Resulillah. Amma ba'd, esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Bugünkü dərsin mövzusu, qardaşlar, iman və küfür mövzusudur. İmam Əhməd rahiməhullah qəbir əzabı, həmçinin şəfaətə iman, yalancı, Dəccalın və İsa aleyhisselamın nüzulundan sonra iman və küfür məsələlərinə toxunur. Və iman və küfür məsələləri Əhl-i Sünnə etiqadında ümumən etiqadi məsələlər içərisində ən mühüm məsələlərdəndir. Ən mühüm məsələlərdəndir və demək olar bütün Əhl-i Sünnə alimləri öz kitablarında bu məsələyə yer ayırırlar. Həmçinin xas kitablar yazıblar. Hətta qədim alimlərdən Əbu Ubeyd, Qasim ibn Səlləm, həmçinin Muhammed, Əbu Abdullah ibn Əbi Şeybə və digərlərinin iman adında xas kitabları olur. Yəni bu barədə ayrıca müstəqil kitablar təlif edirlər. Məsələnin önəmli olmasına görə. Çünki bu məsələdə ümmət içərisində ixtilaf olub və xüsusən də iki firqə, xavariclərlə murciyələr bu məsələdə haqqa müxalif olublar. Və Əhl-i Sünnə bu məsələdə haqqı və onların zəlalətlərini bəyan etmək üçün bu məsələni əqidə kitablarına salıblar. Və İmam Əhməd rahiməhullah buyurur ki, وَالْإِيمَانُ قَوْلٌ وَعَمَلٌ يَزِيدُ وَيَنْقُسُ. Bilmək lazımdır ki, iman söz və əməldir. Və iman artır və azalır. Ümumiyyətlə, imanın tərifinə dair sələfdən varid olan ləfslər müxtəlif olsa da, məna etibarilə hamısı eynidir. Yəni, məsələn, sələfdən bəzilər deyib ki, əl-iman huvəl-əməl. İman əməldir. Və bununla nəyi qəsd edib? Yəni, iman qəlbin əməli, dilin əməli və zahiri orqanların əməlidir. Sələfdən kim belə deyibsə, haqq deyib. Və bəziləri iki formada deyib. Deyib ki, necə İmam Əhməd deyir, əl-imanu qovlun və əməl. İman söz və əməldir. Söz, yəni qəlbin sözü, dilin sözü, əməl, yəni qəlbin əməlləri və zahiri orqanların əməlləri. Çünki qəlbin də özünə xas əməlləri var. Və sələfdən bəzilər deyiblər, biraz təfsilat verərək. Deyiblər ki, iman qəlbin təsdiqi, dilin iqrarı və zahiri orqanlarla əməldir, yəni itayətdir. Və sələfdən bəziləri dördüncü məsələni əlavə ediblər, əlavə olaraq deyiblər ki, həmçinin iman sünnəyə, yəni əməlin sünnətə müvafiq olmasıdır. Hər bir halda, yəni bu təriflər ləfsdə ixtilaflı olsa da, dəlalət etdikləri mənalar eynidir. Və əsas qəsd nədir? Əsas qəsd odur ki, sələf iqrar edib, ittifaq edib ki, əməl imandandır. Çünki digər firqələrlə Əhl-i Sünnənin ixtilafı əsas bu məsələdədir. Ona görə İmam Əhməd rahiməhullah deyir ki, وَالْإِيمَانُ قَوْلٌ وَعَمَلٌ. İman söz və əməldir. Ümumiyyətlə, iman lüğətdə, necə bilirsiniz, hər bir şəri terminin, istilahın bir lüğəvi mənası var, bir də istilahi. Məsələn, biz də deyəndə ki, əs-saləh, namaz, lüğəvi mənası nədir? Dua. İstilahi mənası nədir? Təkbirlə başlayıb, salamla bitən
xüsusi sözlərdən, hərəkətlərdən ibarət ibadətin adı. Fikir versəz, namazın lüğəvi mənası daha genişdir, yoxsa islahi mənası? Yox, lüğəvi. İslahi mənası dardır. Yəni, təkbirlə başlayıb, salamla bitən xüsusi ibadətin adıdır. Amma lüğəvi mənası genişdir. Nədir? Dua. Zəkat, lüğəvi mənası nədir? İki mənası var. Və əsas mənası təmizləmə. Bu geniş mənadır. Amma islahi mənası nədir? Xüsusi mallardan çıxarılan miqdar. Məsələn, həc, lüğəvi mənası ziyarətdir, amma islahi mənası bütün, məsələn, oruc və digərləri. Bu ibadətlərin tərifinə baxanda biz görürük ki, lüğəvi məna islahi mənadan daha genişdir. Amma imanda tam əksinədir. İmanda şəri məna lüğəvi mənadan genişdir. Hətta bəzi alimlər deyirlər ki, bu deyir, şəriətin qaraiblərindəndir. Yəni, şəriətdə, şəri terminlərdə rast gəlinməyən və ya az rast gəlinən məsələlərdəndir. Çünki bütün şəri islahlar belədir. Biz baxanda görürük ki, bütün şəri islahlarda lüğəvi məna şəri mənadan daha genişdir. Yalnız iman məsələsindən başqa. İmanda tam əksinədir. İmanda, iman deyəndə, yəni ərəblər deyəndə ki, əl-imən, lüğəvi mənada nəzərdə tutulur nə? Ət-təsdiq. Yəni, bir şeyi təsdiq etmək. Əgər mən deyirəmsə ki, məsələn, iman etdim, yəni bir şeyi təsdiq etdim. Bir insan mənə bir şey deyir, deyirəm ki, inandım. Yəni, təsdiq etdim. Fikir verin, lüğəvi mənası imanın dardır. Niyə? Çünki yalnız qəlbə bağlıdır. Lüğəvi mənada iman deyəndə yalnız nə nəzərdə tutulur? Qəlbin təsdiqi. Fikir verirsiniz, dilin iqrarı və zahiri əməllər lüğəvi mənaya girmir. Bax, cəhmiləri və digər firqələri, daha sonra gələn murciyələri, aldadan, onların xəta etməsinə səbəb olan əsas amillərdən birisi budur. Onlar iman kəlməsinin lüğəvi mənasına ilişiblər. Və ona görə deyiblər ki, iman qəlbin təsdiqidir. Və deyiblər ki, məsələn, ma'rifatullah. Yəni, iman Allah Azza və Cəlləni tanımaqdır. Yəni, kimsə Allahı tanısa, Rasulunu tanısa, o iman əhlidir. Yəni, bu təriflə Yahudilər mömin sayılır. Çünki Allah Rasulunu tanıyırdılar. Allah Azza və Cəllə kitab əhli barədə bizə xəbər verir ki, onlar səni, kitab Allah Rasulunadır, səni öz övladlarını tanıdıqları kimi tanıyırlar. Çünki kitab əhlinin əlində olan kitablarda, İncil və Tövratda Allah Rasulunun vəsifləri var idi. Və o vəsiflərdən bilirdilər ki, bu, Qureyşli Muhammed vəd edilən və gözlədiyimiz və Musanın, İsa'nın vəd etdiyi, müjdələdiyi həmin Rasuldur. Yəni, bunu qəlblərində bilirdilər. Cəhmilərə görə iman nədir? Qəlbdə bilmək, yəni bir şeyin haqq olduğuna etiraf etmək, bilmək bu imandır. Yəni, bu tərifə əsasən kitab əhli mömin sayılır. Amma həqiqi tərifə əsasən onlar mömin deyirlər. Nə üçün? Çünki qəlblərində bildikləri həqiqəti dilləri ilə iqrar etməmişdilər. Bu təriflə iblis də mömin sayılır. Çünki iblis də qəlbən Allah Azza və Cəllənin varlığına, vahdəniyyətinə inanırdı. Allahın qüdrətinə, izzətinə and içirdi. Aydındır. Yəni, cəhmilərin imana verdiyi tərifə görə iblis mömin sayılır. Və onların əsas xəta etmələrinə səbəb bu olur. Onlar imanın bir növ lüğəvi mənasını əsas götürüblər və bu nöqtədə xətaya düşüblər. Amma imanın şəri mənası, fikir verirsiniz, lüğəvi mənasından daha genişdir. İmanın
Yəni şəriətin iman ləfzinə yüklədiyi mənaya baxanda görürük ki, bura dilin iqrarı da girir və həmçinin zahiri əməllər. Və bunun dəlillərindən, yəni əməlin imandan olmasının dəlillərindən birisi Uca Allahın bu ayəsidir. وَمَا كَانَ اللّٰهُ لِيُضِيعَ اِيمَانَكُمْ Allah sizin imanınızı zay etməyəcək. Fikir verin ayəyə. Allah Azza və Cəllə sizin imanınızı zay etməyəcək. Bu ayə nə vaxt nazil oldu? Nə üçün nazil oldu? Bilirsiniz ki, müsəlmanlar əvvəl Kəbəyə yox, ibadətlərində Qüdsə doğru yönəlirdilər namazlarında. Və sonra o zaman ki, onlara əmr edilir və Kəbəyə yönəlirlər, bəzi sahabələrə vəsvəsə gəlir ki, bəs Qüdsə doğru qıldığımız namazlar yerindədir, yoxsa zay olub? O ibadətlər Allah qatında məqbuldur, yoxsa hamısı heçə gedib? Və bu ayə nazil olur. Yəni onların narahatçılığı nə barədə idi? Namaz barədə. Namaz nədir? Əməl. Və Allah Azza və Cəllə ayə nazil edir ki, وَمَا كَانَ اللّٰهُ لِيُضِيعَ اِيمَانَكُمْ Allah sizin imanınızı, yəni namazınızı zay etməyəcək. Yəni Allah Azza və Cəllə bu ayədə namazı nə adlandırır? İman. Deməli, əməl imandandır. Və həmçinin ən əsas dəlillərdən birisi Buxari və Müslimin rəvayət etdiyi bu hədisdir. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, iman 60 və bir neçə şöbədir. Və bir rəvayətdə gəlir ki, ləfsdə iman 70 və bir neçə şöbədir. Yəni, hədisi rəvayət edən ravi tərəddüd edib. Və böyük ehtimalla hədisdə nəzərdə tutulan 70 və bir neçə şöbədir. Yəni, Allah Resulü bu hədisdə birinci bəyan edir ki, iman bir bütün deyil. Necə ki, murciyələr, cəhmilər və xavariclər belə etiqad ediblər. Bu birinci rəddir, hədisdə olan. Yəni, ümumiyyətlə, bidət əhli imanı bir bütün görüb. Onlar elə zənn edib ki, iman qəlbə yerləşən bütün bir şeydir. Yəni, onun cüzləri yoxdur. Onun şöbələri yoxdur. Onun hissələri yoxdur. Yəni, o bir-birindən ayrılmaz bir bütündür. Və buna deyirlər iman. O, ya qəlbdə var, ya da qəlbdə yoxdur. Bununla insan ya müsəlman olur, ya da kafir. Yəni, bidət əhlinin anlayışında iman məfhumu budur. Ona görə bəzilər deyiblər ki, iman qəlbdə sabit olan bir şeydir, hissələrə ayrılmır, azalıb artmır, imanın əslində hamı eynidir, murciyələr kimi. Və nəticə olaraq deyiblər ki, sənin, mənim imanımla Cəbrailin, Mikailin imanı eynidir. Çünki iman qəlbdə sabit olan bir əsildir, ya var ya yoxdur. Xavariclər də bunun tam əksinə. Onlar da etiqad ediblər ki, iman bir bütündür, cüzləri yoxdur, şöbələri yoxdur. İman ya var ya da yoxdur. Deməli, insan asiliyə düşürsə imandan çıxır. Yəni, deməyiblər ki, iman azalmır. Çünki bir insan etiqad edirsə ki, iman azalmır, o məcburdur ki, desin, qul asilik edəndə ya iman sabitdir, necə ki, murciyələr deyib, ya da ki, məcburdur desin, insan asilik etməklə dindən, imandan çıxır. Düzdür, xavaricilərin bunu demələrinə başqa səbəblər də olub. Lakin Allah Rasulunun bu hədisi, bu firqələrin hamısına rəddir. Allah Rasulü buyurur ki, iman 70 və bir neçə şöbədən ibarətdir. Yəni, iman bir bütün deyil, imanın şöbələri var. Yəni, sanki bir arının pətəyi kimi. Arı pətəyini göz qabağına gətirin, orada olan hücrələr görmüsünüz. Təsəvvür edin ki, arının pətəyi imandır və orada olan hücrələr imanın şöbələridir.
Aydındır. Allah Resulü buyurur ki: "Və a'laha", yəni imanın bu şöbələrinin ən yüksəyi nədir? Qovlu la ilahe illallah. La ilahe illallah sözü. La ilahe illallah özü yox. Qovlu la ilahe illallah. La ilahe illallah sözü. Deməli, bu dəlildir ki, iqrar, söz nədir? İmandandır. Və ədnəhə imatətul əzə anit tariq. Və bu imanın şöbələrinin ən aşağısı yolda əziyyət verən bir şeyi yoldan kənarlaşdırmaqdır. İmatətul əzə anit tariq nədir? Əməldir. Deməli, əməl nədir? İmandandır. Söz imana daxil oldu. Allah Resulünün hədisi ilə İmatətul əzə anit tariq, əməl imana daxil oldu. Allah Resulünün hədisi ilə və həmçinin əl-həyə şu'bətun minəl iman. Həya da imandan bir şöbədir. Həyanın yeri hardadır? Çünki həya qəlb əməllərindəndir. Deməli, söz, əməl və qəlbin iqrarı, əməlləri hamısı imandandır. Namaz imanın bir şöbəsidir. Oruc imanın bir şöbəsidir. Zəkat, sədəqə, cihad, qurban, yaxşılığı əmr edib, pisliklərdən çəkindirmək, valideynlərin haqqını ödəmək və sair. Bütün salih əməllər, qulu Allaha yaxınlaşdıran bütün söz və əməllər, ibadətlər hamısı imanın nələrdir? Şöbələrdir. Və bu şöbələrin hamısı eyni səviyyədə deyil. Bunu biz hardan bilirik? Allah Resulünün hədisindən. Fikir verin hədisə. Və a'ləhə və ədnəhə. Bu imanın şöbələrinin ən yüksəyi və ən aşağısı. Deməli, imanın şöbələri hamısı eyni səviyyədə deyil. İmanın elə şöbələri var, la ilahə illallah şöbəsinə yaxındır. Məsələn, namaz kimi, oruc, həc, İslamın digər rukunları kimi, digər vacibatlar kimi, tərk etdikdə insanı böyük günaha salan ibadətlər kimi və elə şöbələr var, imatətul əzə anit tariq şöbəsinə yaxındır. Aydındır. Məsələn, müstəhəb əməllər kimi. Və elə şöbələr var, qəlbə bağlıdır. Yəni, imanın şöbələri hamısı eyni səviyyədə deyil. Və imanın artıb azalması necə olur? Sən bu salih əməlləri işlədikcə, bayaqki misalda dediyim kimi, o arı pətəyini göz qabağına gətir, məgər bütün arı pətəkləri eyni olur? Yox. Bəzilərini görürsən, o hücrələrin hamısı bal ilə dolub. Düzdür? Elə pətək var ki, 90% dolub, 10% boşdur. İman belədir. İmanın artıb azalması bu cür olur. Ona görə İmam Əhməd deyəndə ki, "Vəl-imanu qawlun və aməl", iman söz və əməldir. Sonra buyurur ki, "Yezidu və yanqus". İman artır və azalır. Salih əməllərlə, itayətlə artır, asiliklərlə azalır. Və imanın artması da iki növdür. Biri var kəmiyyətdə olan artım, biri var keyfiyyətdə olan artım. Kəmiyyətdə olan artım nədir? Məsələn, Həsən və Hüseyin. Həsən vitr namazını 3 rükat qıldı. Hüseyin isə vitr namazını 11 rükat qıldı. O qıldığı hər rükətdə etdiyi səcdələr onun imanını artırır. Lakin 3 rükat qılanla 11 rükat qılanın imanında olan artım, yəni kəmiyyətdə olan artım eynidir? Eyni deyil. Məsələn, Quran oxuyan hər hərfinə 10 savab qazanır. Bir səhifə oxuyanla 100 səhifə oxuyanın savabı, əcri, imanında olan, kəmiyyətdə olan artım eynidir? Eyni deyil. Bu imanda olan artımın birinci növüdür. Və ikinci növ keyfiyyətdə olan artım. Yəni, namazı xuşu ilə qılan, xuşusuz qılanla
qılanla eynidir. Yəni, şək yoxdur ki, namaz qılan, namaz qılmasıyla imanını artırır, zərrə qədər də olsa. Lakin xuşu ilə ibadət edənin imanında olan artımla, xuşusuz ibadət edənin imanında olan artım eyni deyil. Ona görə İbn Abbas radiyallahu anhuma deyir ki, xuşu ilə bir rükət gecə ibadəti xuşusuz bütün gecəni ibadətdən əfsəldir. Və buna işarə edir. Və bu, imanda olan keyfiyyətli olan artımdır. Və həmçinin imanın bu şöbələri, bunu da qayda olaraq yadda saxlayın, bir şeyin iman adlanması, bir şeyin imandan olması, imandan sayılması bir şeydir. Onu tərk edənin imandan çıxıb çıxmaması ayrı bir şeydir. Aydındır. Murciyələri bu məsələ də çaşdırıb. Onlar elə zənn ediblər ki, əgər mən desəm ki, qurban kəsmək imandandır, deməli, qurban kəsməsəm, iman yoxdur. İnsan dindən çıxır. Necə xavaricilər düşündüyü kimi. Amma əhl-i-sünnə belə demir. Əhl-i-sünnə bunu bir-birindən ayırır. Deyir ki, bir şeyin imandan sayılması bir şeydir. O şeyi tərk edənin imandan çıxıb çıxmaması ayrı bir şeydir. Bayaq zikr etdiyim hədisdə məgər la ilahə illallahı tərk edənlə həyanı tərk edən eyni səviyyədədir? Yox. Məgər həyanı tərk edənlə İmətətül əzə anit tariq şöbəsini tərk edən eyni səviyyədədir? Yox. Ona görə əhl-i-sünnə alimləri deyiblər ki, bu imanın şöbələri ki var, bu imanın şöbələrindən elə şöbə var ki, o imanın əslində rukun sayılır. Yəni, o olmasa iman yoxdur. İmanın bəzi şöbələri var, o imanda əsli rukundur. Yəni, imanı, rukun nədir? Yəni, dirək. Çadırın dirəyini təsəvvür edin, evin təməlini. Ortadan dirəyi götür, çadır yıxılacaq. İmanın dirəkləri var. Bəzi şöbələr var ki, onlar imanın dirəkləridir, rukunlarıdır. O şöbənin tərki ilə insan imandan çıxır. Məsələn, la ilahə illallah şöbəsi kimi, hədisdə qeyd edilən. Kim la ilahə illallah iqrarını, hətta dildə, heç bir üzrü olmadan tərk etsə, hətta qəlbində etiqad etsə belə, ona heç bir fayda verməyəcək. Bu nəyə oxşuyur? Elə bir insan etdiyi günahına peşman olub qəlbən. Amma bunu etiraf etmir və Allahdan bağışlanma diləmir. Onun qəlbində olan peşmançılıq tövbə sayılır? Tövbə sayılmır. Çünki biz bilirik ki, onsuz da əksər asilik edənlər qəlbən peşmandır. İnsan oğurluq edir, yetim malını yiyir, ola bilsin qəlbən haradasa peşmandır əməlindən. Öz-özünə təsəlli verir ki, hansısa üzrə görə, ehtiyaca görə etmişəm. Hətta tam qəlbdə peşmançılıq hasil olsa belə, əgər bunu dillə etiraf etmirsə və Allahdan bağışlanma diləmirsə, bu tövbə sayılmır. Və iman da belədir. Ola bilsin insan qəlbən iman etsin, lakin bunu dildə iqrar etmədikcə o iman sayılmır. Ona görə bu şöbəni tərk edənin imanı əldən gedir. Və bəzi şöbələr var, onu işləmək vacibdir, o şöbənin olması vacibdir. Yəni, olmasa insan qiyamət günü ona görə cavab verəcək. Lakin onu tərk etməyi ilə imana güclü təsir olsa da insan imandan çıxmır. Həya şöbəsi kimi. Həya vacibdir. Onun Allahdan həya etməsi. Və həmçinin məsələn oruç tutmaq, həcc etmək, zəkat vermək. Bu şöbələr nədir? Hamısı vacibdir. Məsələn, münkəri inkar etmək. Bunlar vacibdir. Valideynlərə yaxşılıq. Lakin kimsə bu şöbəni tərk etsə,
bunlardan birini və ya hamısını. İnsan dindən çıxır, dindən çıxmır. Və bəzi şöbələr var, İmatətül əzə anit tariq şöbəsi kimi və digər müstəhəb əməllər, yəni bu şöbələri işləyənin imanı artır, lakin tərk edənin o miqdarda imanı zəifləsə də, nə bu onu imandan çıxarmır, nə də onu harama salmır. Aydındır? Ona görə bəzən qardaşlar sual verirlər ki, əməl, yəni məsələn, əməli tərk edən hökmü nədir? Əməlin imanda yeri nədir? Biz deyirik ki, ümumən əməl imanda əsli bir rukundur. Çünki biz iman deyəndə qəlbin təsdiqi, dilin iqrarı ilə yanaşı həm də əməli nəzərdə tuturuq. Lakin əməli tərk edən hökmü nədir? Bunda əhl-i-sünnə təfsilata gedir. Bayaq dediyim kimi, bir şeyin imandan olduğunu demək bir şeydir, onu tərk edənin imandan çıxıb çıxmaması isə ayrı bir şeydir. Nə üçün əməlin tərkində əhl-i-sünnə təfsilata gedib? Əslində bunun cavabını bayaq verdim. Çünki imanın şöbələri ki var, hansı ki onlar əməldir, onların hamısı eyni səviyyədə deyil. Yəni biri desə ki, əməli tərk edən hökmü nədir? Biz sual veririk ki, sən əməlin tərki deyəndə nəyi qəsd edirsən? Hansı əməli? Əgər biri desə ki, bütün əməlləri, bu əslində təsəvvür olunmur. Nə mənada? Yəni təsəvvür olması şey deyil ki, bir insan qəlbən təsdiq etsin, dili ilə iqrar etsin və heç bir əməli olmasın. Hətta belə fərz etsək ki, bunun heç bir əməli yoxdur, onun təyini də çətindir və ya qeyri-mümkündür. Çünki biz əməl deyəndə tək, məsələn, biri deyə bilər ki, yox, mən bunu təyin edə bilərəm. Necə? Mən onu tanıyıram, məsələn, namaz qılmır, oruç tutmur, zəkat vermir, həcc eləmir. Biz deyirik ki, məgər əməl deyəndə, hətta vacib olan əməllər deyəndə, məhz İslamın 4 ruknu nəzərdə tutulur? Cavab yox. Məsələn, ola bilərmi ki, bu Qurban bayramında, məsələn, qurban kəssin? Ola bilər. Bu əməldir, əməldir. İslama xas əməldir, bəli, İslama xas əməldir. Aydındır? Və həmçinin, deməli, bunlar nələr idi? İmanın şöbələri. Və bir də var imanın rukunları. Yəni bu şuabul imandır, imanın şöbələri. Bir də var imanın rukunları. Bizim bildiyimiz imanın 6 rukunu. Allaha, mələklərə, kitablara, rasullara, axirətə və qədərə, qədərin xeyrinə və şərrinə iman etmək. Həmçinin var maratibul iman. Deməli, bildiyi şuabul iman, imanın şöbələri. İman ümumilikdə şöbələrdən ibarətdir. Bildiyi ərkanul iman, imanın rukunları, 6 rukunu var. Deməli, imanın neçə şöbəsi var? 70-dən artıq. Hədisdə gəlir səb'un və bid'a. Bid'a yəni 70 və bir neçə. 73-dən yuxarı. 73 ilə 79 arası. Və imanın neçə rukunu var? 6. Və bir də var məratibul iman. İmanın mərtəbələri o da neçədir? 3-dür. Onlar da İslam, iman və ihsan mərhələsi. Yəni bir var müsəlman, bir var mömin, bir var muhsin. İmana nisbətdə insanlar fərqlidir. Hamı eyni dərəcədə deyil. Elə bu özü dəlildir ki, iman artır və azalır. Aydındır? Və təbii ki, Quranda imanın artmasına dair çoxlu dəlillər var. Lakin azalmasına dair ayə yoxdur Quranda. Ayə olaraq. Və bu barədə sələflərə sual verəndə ki, iman azalırmı? Onlar belə cavab verirdilər. Deyirdilər, bir şey artırsa deməli azalır. Aydındır? Və imanın mərtəbələri, yəni bir var insan müsəlmandır, bu ən dar çərçivədir. Bir insan İslam'a girirsə, o müsəlman adlanır. Hətta böyük günahlar işləsə və bir çox fərzləri tərk etsə belə.
və ondan sonra gəlir daha yuxarı mərtəbə, müsəlmandan sonra nə gəlir? Mömin. Hansı ki, Allahın fərz etdiklərini yerinə yetirib, qadağan etdiyi şeylərdən çəkinənlər. Və ondan daha yuxarısı nədir? Mühsinlər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ihsanı necə tərif edir? Ən tə'budallah kəənnəkə tərə fə illəm təkun tərəhu fə innəhu yərak. Sən Allahı görürmüşcəsinə ona ibadət etməyin. İhsanın ən yüksək mərtəbəsidir. Və sən onu görə bilməsən də, yəni o səni görürmüşcəsinə Allahı ibadət etməyin. Bu da ihsanın ikinci mərtəbəsi. Bu qaydaya əsasən biz artıq bilmiş oluruq ki, hər muhsin həm mömin, həm də müsəlmandır. Hər mömin muhsin deyil, lakin müsəlmandır. Lakin hər müsəlman bu tərifə əsasən mömin və muhsin deyil. Deməli, imanla İslam arasında nə var? Fərq var. Həmçinin bir də var imanın şöbələri bildik, rukunları bildik, maratibul iman bildik. Bir də var aslul iman və fər'ul iman. İmanın əsli, yəni imanın kökü və imanın fərləri, yəni imanın budaqları. Yəni imanı bir ağaca bənzətsək, bir var imanın kökü, ağacın kökü, bir də var imanın budaqları. İmanın əsli nədir? Qəlbin təsdiqi və dilin iqrarı imanın əslidir. Qəlbin təsdiqi, dilin iqrarı imanın əslidir. Əməllər, yəni imanın digər şöbələri isə imanın nə idi? Fər'i, yəni imanın budaqlarıdır. Fikir verin, Allah-u Teala bir çox ayədə zahirən əməli imandan ayırır. Məsələn, İnnellezine amenu və amilus salihat. O kəslər ki, iman edib salih əməl işləyərlər. Ayənin zahirinə baxanda biz nəyi görürük? Ayənin zahirindən. Ayənin zahirindən bunu görürük ki, əməl imandan ayrıdır. Allah Azze ve Celle ayrıb. İnnellezine amenu, iman edənlər və amilus salihat və salih əməl işləyənlər. Allah Azze ve Celle zahirən əməli imandan ayırdı. Və bu cür ayələr murciyələrin dəlillərindəndir. O kəslər ki, deyiblər, əməl imandan deyil, onlar bu cür ayələr dəlil gətiriblər. Deyiblər ki, Allah Azze ve Celle əməli imandan ayırıb. وَالْعَصْرِ إِنَّ الْإِنسَانَ لَفِي خُسُرٍ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ. Allah Azze ve Celle öz kitabında əməli imandan ayırıb. Deməli, əməl imandan ayrı bir şeydir. Yaxşı, buna necə cavab verə bilərik? Kim deyər? Hə? Biraz aç. Yox, qardaşlar başa düşsün. Mən bilirəm. Biri var az, biri var am. Az olduğu için sorsun. Cenab-ı ve Fat. Nasır. Fat nasırın içindedir. Ve ezanın ilerine tüm Cibril ve melek. Bu Kur'an'da hem Cibril değil, sonra melek. Yəni cavabı nəyin üzərindən verək? Hətta aydın olsun. İmanın əsli, imanın fər'i. Mən bu məsələni ona görə açdım. Biz dedik ki, imanın əsli var, bir də nə? İmanın fər'i. Əslində burada Allah Azze ve Celle əməli imandan ayırmır. Əslində Allah Azze ve Celle burada fər'i imanı, fər'i iman nədir? Əməl. Fər'i imanı əsli imandan ayırıb. Aydındır? Biz onsuz da əhl-i sünnə etiqad edir ki, onsuz da fər'i iman əsli imandan ayrıdır. Biri var ağacın kökü, bütövlükdə hamısı iman adlansa da, bu imanın bir var əsli var kökü, bir də var bunun fərləri, budaqları, şöbələri. Allah Azze ve Celle bu ayədə əməli imandan ayırmıyor. Allah Azze ve Celle bu ayədə
fər'i imanı, o nədir? Əməl. Və amilus salihət. Fər'i imanı əsli imandan ayrı. Çünki fər'i iman nədir deyil? Fər'i iman. Yəni bu özü də imandır. Fikir verin ayəyə. Allah Azza və Cəllə buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu, ey iman edənlər, əminu billah, Allaha və Rasuluna iman edin. Ey iman edənlər, Allaha və Rasuluna iman edin. Yəni deyilsə ki, ey kafirlər, Ya eyyuhəl kafir, əminu billah, ey kafir, ey kafirlər, Allaha iman edin. Başa düşürlər ki, yəni bunlara əmr edilən iman nədir? Əsli iman. Yəni dinə gir. Amma Allah Subhanahu və Teala mömin qullarına xitab edir. Ya eyyuhəl-ləzīnə əmənu. Əminu. Birinci xitab imanladır, əmr edilən də imandır. Bu nədir? Yəni Allah Azza və Cəllə əsli imana sahib olan kəslərə xitab edir. Müsəlmanlara, möminlərə. O kəslər ki, onlarda imanın əsli var. Onlar müsəlmandırlar, mömindirlər. Və Allah Azza və Cəllə onlara yenidən imanı əmr edir. Nəyi? Fər'i imanı, əməli. Ey iman edənlər, Allaha və Rasuluna iman edin. Yəni, ey iman edənlər, Allaha və Rasuluna itayət edin. Əmr edilən ikinci iman nədir? Fər'i iman. Aydın oldu? Və sonra İmam Əhməd rahimehullah buyurur ki, imanın artıb azalmasına dəlil olaraq bəzi hədisləri zikr edir. Buyurur ki, əl-imanu qavlun və əməl, iman söz və əməldir, yazidu və yanqus, iman artır və azalır, kəmə cəə fil xabar. Hədisdə gəldiyi kimi, xəbərdə və ya xəbərlərdə, hədislərdə gəldiyi kimi. Və sonra bir hədisi qeyd edir, İmam Əhmədin və Abu Davudun rəvayət etdikləri hədisdir. Usul-i sünnədə də həmin hədisi gətirir. Bu hədisi İmam Əhməd özü Musnəddə də rəvayət edir. Allah Rasulü buyurur ki, Əkməlül müminə imanən, əhsənuhum xuluqa. Möminlər içərisində imanı ən kamil olan, əxlaqı ən gözəl olandır. Hədis əzəmətli hədisdir. Bu hədisdə dəlil nədir? Bu hədisdə dəlil nədir ki, iman artır? Kim deyər? Möminlər içərisində imanı ən kamil olan, əxlaqı ən gözəl olandır. Dəlil nədir ki, burada iman artır və azalır? Necə? Yox. Kamillik. Allah Rasulü buyurur ki, Əkməlül müminə imanə. Möminlər içərisində imanı ən kamil olan. Deməli, iman kamil də ola bilir, naqis də ola bilir. Bu dəlildir ki, iman artır, azalır. Həmçinin burada əlavə olaraq bizim üçün fayda var ki, yəni imanı artıran ən əsas amillərdən birisi əxlaqdır, gözəl əxlaq. Orada böyük müjdə var. Ona görə başqa hədisdə Allah Rasulü buyurur ki, qiyamət günü mizan tərəzisində, mizanda əxlaqdan daha ağır əməl olmayacaq. Bu o demək deyil ki, gözəl əxlaq namazdan, digər əməllərdən üstündür, yox. Lakin bu hədisdə fayda nədir? Çünki bütün ibadətlər, bu hədisdə olan sir budur ki, bütün ibadətlərin vaxtı məhduddur, əxlaqdan başqa. Əxlaq insanın gecəsini, gündüzünü, evinin içində, cəmiyyətdə, hətta tək Rəbbi ilə olanda belə 24 saatını ehtiva edir. Ona görə mizanda əxlaqdan ağır gələn başqa bir əməl yoxdur. Və möminlər içərisində də imanı ən kamil olan kimdir? Əxlaqı ən gözəl olan. Və sonra Allah Rasulü başqa hədisdə həmçinin buyurur ki, kim bir münkər əməl görsə, onu öz əli ilə dəyişsin. Əgər gücü çatmasa, dili ilə və buna da gücü çatmasa, qəlbi ilə və sonra hədisin sonunda nə buyurur? وَذَٰلِكَ أَدْعَفُ الْإِيمَانِ. Bu isə imanın nə idi? Ən zəifi.
Fikir verin, bir hədisdə buyurdu ki, əkməlül müminə imanə. Möminlərin imanda ən kamil olanı. Bu hədisdə buyurdu ki, və zəlikə əd'aful iman. Bu isə imanın ən zəifidir. Deməli, iman artır, azalır. Kamilliyə doğru artır və azalır, zəifliyir. Hətta sələflər deyir ki, əl-iman yezidu və yanqus. İman artır və azalır, hətta la yabqa minhu şey. Azalır, hətta ondan heç bir şey qalmayana qədər. Yəni, iman azalır, azalır, o səviyyəyə qədər ki, hətta insan dindən çıxa bilir. Çünki imanın elə şöbələri var, onu tərk etməklə insan dindən çıxır. Aydındır?